Gecənin bir aləmində beynimə vurdu ki, ürəyim nə istəyir, xəngəl istəyir. Dedim, yox, da, idi suda. Petrol koçun gel. Gecənin bir aləmində ürəyim xəngəl istədi. Dedi ki, biz bacarırıq, niyə də yeməyim. Düzdür, bu aralar çoxlu kilo almışam. Kilolarımdan narahatam əslində. Amma az da yaşım yoxdur da, adam çəkəlir, adam yaşlaşanda belə olur. Gördüm xəngəl, pomidor qoymuşam oraya, suyu qoymuşam qaynamağa. Kartofdan tökmüşəm içine. Baba, səni qoymadım, işimi görəm. Oxu nə çörək. Firuz kimdir? Firuz kimdir? Ətiqən oğlu. Əskər qonşu. Ondan sonrasına anama deyim, cücə ayrı, neçə qaza yoxdur. Ondan hamısının üstünə qoyur, pomidorun oraya buraya qaşıqla tökürmü? Elə gözəl şey verir ki, həvə. Bir də 10 dəqiqə işləmiş. Xəngəl də öyle. Xəngəl səhərə qədər. Gecə saat 1'e düşdü. Biraz diridir, ötsə yaxşıdır. Bunlar bir şey olsun. $500. Həmişə xırıncıyı. Az öldü ya, az öldü. Aa, sen kimdir? Ne dedi xəngəl? Aa, sen kimdir? Ay, şərdən xala. Məcbur olma, birinci sən başladın. Bizim sən bozdun, sən başladın. Öldü ya, Lale. Ay kızım, sen kimdir? O da bir yaklaş qalmışam, əvəzini çıxacaq. Allah farklıyım. Bu ne ya? Gecem baktığımda. Ben yemeyecektim. Sen de yemeyecektin. Ne oldu? Ay sıyıram. Tərsən yiyir. Hala ben Bu dəqiqə bunların hamısını qabarma sarılmışım dərsini. Deməli, xəngəli yeyəndən sonra durdum kurtqamıca, geyindim, qaçdım çölə. Dalımla gəl. bizi yedirip niye kaçırsa? Gördüm halım yoktu, yeriye bilmirəm evdə. Çıxdım ki, biraz həyətdə gəzdim, gördüm dalımla nətər gəlirlərsə ələm yesirlər. Ev yox, gəlin, gəlin. O, xəngəl nə xəngəl. Qəşəng xəngəl idi, amma ölürük. Ellerine sağlık. Partlayırıq, çox yemişik. Mədəm ağrıyır həqqi.